Salam, xoş gördük. Özünüzü təqdim edin. Salam. Orxan Baxşizadə, Açılış İnşaat Direktorluğu layihə rəhbəri. Neçə ildir işin içindəsiz? 10 ildir Arazma supermarket şəbəkəsində çalışıram. 3 ildir layihə rəhbəri kimi fəaliyyət göstərirəm. Layihə rəhbəri kimi bir iş gününüz necə keçir? Layihə rəhbəri kimi bir iş günüm dinamik, çox şaxəli, sürətli keçir. Çünki bizim işdə layihə elə bir işdir ki, orada həm dinamikanı qorumalısan, həm çox şaxəli, çox fərqli şöbələrlə ünsiyyətdə olmalısan, həm də sürətli olmalısan ki, gecikməyəsən. Yeni bir mağazanın açılışı üçün inşaat prosesinin arxasında hansı işlər dayanır? Proses necə idarə olunur? Proses arxasında layihə, smeta, tender və sahə nəzarəti kimi işlər dayanır. Ardıcıllıqdır. Layihə çəkilir. Ondan sonra həmin layihə üzrə işçi layihə çəkilir. Ondan sonra smeta tərtib olunur və bu smeta əsasında tenderə çıxır. Tenderlə qalib şirkət seçiləndən sonra podratçı seçilir və podratçının sahədə sahə nəzarətçiləri birbaşa ünsiyyətdə olurlar. İşi təqib edirlər, harada yanlışlıqlar var onu bildirirlər, qüsur aktları yazılır. Zamanında təmir-tikinti işlərinin bitməsi üçün deadline'lar izlənilir. Yəni iş prosesi qısa olaraq desəm belədir. Bir layihənin planlaşdırılmasından başlayaraq həyata keçirilməsi və yekunlaşmasına qədər olan prosesdə sizin rolunuz nədən ibarətdir? Komanda çox şaxəlidir. Mənim rolum bir dənədir. Layihəni izləmək, tikintiyə nəzarət eləmək və digər işlər. Hansı ki, layihə çəkiləndən mağaza açılışına qədər prosesi nəzarət eləmək, riskləri müəyyən eləmək, gecikmələri vaxtında tapmaq və rəhbərliyə bildirmək. Vaxt, büdcə və keyfiyyət. Layihə idarəetməsində bu üç amil arasında balansı necə qoruyursunuz? Birinci, layihənin özü dəyişməli deyil. Layihə onlar üçündən biri dəyişdiyi halda avtomatik digərlərinə təsir edir. Məsəl üçün, biz əgər sürətli iş istəyiriksə, 30 gün, işi 25 günə görə dürəcəksə, büdcəmiz artacaq. Keyfiyyət aşağı düşə bilər. Ona görə balansı qorumaq çalışdığımız qədər stabil getməyə çalışırıq. Amma bizdən asılı olan və asılı olmayan səbəblərə görə ola bilər ki, bunlar dəyişsin. Qorumağa maksimum çalışırıq, amma elə olur ki, alınmır. Mağazanın açılış tarixinin gecikməməsi üçün ən çox hansı riskləri əvvəlcədən nəzərə almaq lazımdır? Ən çox hansı riskləri nəzərə almaq? Risklər çoxdur. Risklərin də ən əsası tikinti podratçılarının və yaxud da sahibkarların təmir işini vaxtında bitirməsidir, əsas risk. Yəni, onlar gecikdiyi halda bütün işlər gecikir. Digər risklər odur ki, avadanlığın vaxtında təmin olunması, sifarişlərin vaxtında verilməsi. Yəni, sifariş gec verilsə, avadanlıq gec təmin olunsa, avtomatik mağaza açışı gecikə bilir. Risk çoxdur. Təqib eləmək üçün bizim bir cədvəl var. O cədvəl üzərindən biz deadline'lara nəzarət edirik, gecikmələri aşkarlayırıq, raporunu hazırlayırıq və çalışırıq ki, gecikməyi 95% hallarda gecikmirik, istisna hallarda olur. Bir proyektin vaxtında bitməsi üçün düzgün smeta və avadanlıq sifarişlərinin koordinasiyası nə dərəcədə həlledicidir? Smetanın hazırlanmasında təchizat komandası və digər şöbələrdən alınan feedbacklər önəmlidir. Yəni, maillər üzrə geri dönüşlər nə qədər tez o sürətli olursa, smetalar bir o qədər sürətli hazırlanır. Smeta hazırlandıqdan sonra sifariş etapına keçid edirik. Sifariş koordinatorları da eyni cür. Nə qədər sürətli sifariş verirlərsə, o qədər daha tez sifarişlər təmin olunur. Bu nəzarətdə, bu iş birbaşa nəzarətdə olduğu üçün də o tərəfdə bizim o qədər gecikməmiz olmur. İlk başladığınız illərdəki iş üslubunuzla bugünkü iş üslubunuz arasındakı fərq nədir? İlk başlayanda 24 yaşım var idi, indi 34 yaşım var. Çox fərq var. Həm rəftar, davranış, yanaşma, hələ bir ki, səthdən yumuşağa keçid dövrü olub. İşi daha yaxşı başa düşmə, sahibkarı daha yaxşı anlama. Yəni, bir yaş dövrü var ki, orada insan ancaq bir işə fokuslanır. İndi müxtəlif cür fikirləşmək məcburiyyətindəyik. Nəyə görə? Çünki işi hər tərəfli bilməliyik ki, nəticəyə vara bilər. Komandanın hər bir üzvünün öz potensialını tam göstərə bilməsi və layihəyə həvəslə töhfə verməsi üçün necə bir iş mühiti yaradırsınız? İş mühiti ədalətli olmalıdır birinci. Ədalətli mühit olduğu halda, yəni hər şey qaydasında olur, hamı işin üstündə olur. Digəri də söz azadlığı olmalıdır. Hər kəs öz fikrini açıq ifadə eləməlidir. Yəni, əgər işçilər fikirlərini, yanlışları doğru şəkildə ifadə edə bilməsə, biz elədiyimiz səhvlərdən xəbərdar olmayacaq və bu da yaxşı nəticələrə gətirib çıxartmayacaq. Sizcə, yaxşı planlaşdırılmış layihənin sonunda uğurlu nəticəni təmin edən əsas 3 faktor hansılardır? Doğru hədəfdir birinci, ikinci doğru komanda ilə işləməkdir və onun altında risklərin doğru müəyyən olunması, sürətin olması, dinamikanın olması, yəni hamısı
3 amil dediği zaman mən biraz şaxanı açdım ki, yəni burada bir 3 amil verib 4-5 müxtəlif amil var. Kökündə hədəf və komandadır. Doğru hədəf oldu, doğru komanda olanda zaten bunlar hamısı həllini tapır. Siz harda, Araz orada sloqanı yeni mağaza açılışlarında nə dərəcədə əsas götürülür? Siz harda, Araz orada sloqanı, mən belə deyim, kompas. Necə kompas kimi bir şeydir. Yəni bu sloqanın mövzusu, yəni hara gedirsənsə, Arazı tapmaq istəsənsə, kompas necə istiqamət göstərir. Araz da kompas rolunu oynayır hal-hazırda müştərilər üçün. Yəni hansı ki biz onlara xidmət göstəririk və bu müştərilər üçün komfort yaradır, müştərilər üçün zamana qənaət yaradır, ciblərinə qənaət yaradır. Ən əsas kompas rolunu oynayır və hamı bilir ki, yəni 95%, 90% müştərilərimiz bilir ki, biz nə vaxtsa onların da yanında olacağıq. Bu işdə illər ərzində qazandığınız hansı yanaşma və ya iş prinsipi bugün sizin üçün əvəz olunmazdı? Bu işdə qazandığım ən böyük qazanc, daha doğrusu ən böyük nailiyyət kənardan öz işimi təhlil etməkdir. Yəni işin içində rubrikası olsa da, işin içində olsa da kənardan biz öz işimizə baxmalıyıq. Harada nöqsanlarımız var. Onlar üzrə işləməliyik ki, biz işin içində ola bilək. Daim işin içində olub kənardan özünə baxmasan, yəni irəliləyiş əldə edə bilməzsən. Səhvləri də düzəltmək lazımdır və səhvləri də qəbullanmaq lazımdır. İndiyə qədər rəhbərlik etdiyiniz layihələrdən sizə ən çox təcrübə qazandıran və ya yadda qalan hansı olub və niyə? 2018-19-cu illərdə Günəşli Marketin layihə rəhbəri olmuşam. Yəni sıfırdan tikintisində iştirak etmişəm. Həm də mağaza müdiri olmuşam. O mənim üçün ən yadda qalan layihədir. Həm də ki rəhbərlik etdiyim ikinci mağazadır şirkətdə işlədiyimdən. O baxımdan yadda qalıb ki, həm layihə rəhbəri olub, həm müdür olmaq fərqli histir. Həm o mağazanın sıfırdan tikintisində iştirak eləyirsən, fikirləri diqqətə alırlar və həyata keçirirlər və həm də həmin mağazanı açıb mağaza müdürü kimi işləyirsən. Bu sahədə çalışmaq istəyən gənclərə ən vacib məsləhətiniz nədir? Bu sahədə çalışmaq istəyən gənclərə ən vacib məsələm səbirdir. İkinci, hədəflərinə doğru istəklə irələnməkdir. Yəni, məsəl üçün 22, 23, 24 yaşında gənclər bəzən işdən tez yorulurlar. Məsləhət görüm yorulmasınlar. Bir işə hədəfə çatmaq istəyirsən, mütləq əziyyət çəkməlisən. Yəni, əziyyətsiz iş yoxdur. Əziyyətə dözümlüləri varsa, səbirləri varsa, özlərində o potensialı görüb irəliləmək istəyirlərsə, elə səbir eləməyə kifayət edir. Yox, elə hər sözdən indiyəcəklərsə, hər işdən yorulacaqlarsa irəliləyiş olmayacaq. Çox sağ olun, suallarımızı cavablandırdığınız üçün təşəkkür edirik. Mən təşəkkür edirəm, çox sağ olun ki, dəvət eləmişsiniz. Təşəkkürlər.